Insta romandan və Insta şeirdən danışacağıq. Yaxın keçmişdə çağdaş texnoloji vasitələrdən çox məharətlə istifadə edən New York Xalq Kitabxanası yeni bir roman formatı təklif elədi. Insta roman. Instagram storiesində Kafkanın çevrilməsi kimi məşhur mətnlərin Instagram variantını yayımladılar. Kitabxananın nümayəndəsi mətbuata açıqlamasında dedi ki, elektron vasitələrlə böyüyən, gözünü açıb sosial şəbəkələri görən yeni nəsli köhnə metodlarla maraqlandırmaq, maarifləndirmək çox çətindir. Buna görə də onların dilindən danışmağa çalışırıq biz. Klassik kitabla böyüyən adamlar üçün kağızın qoxusu, onun maddi ağırlığı necə dəyərlidirsə, gözünü açıb planşetləri, smartfonları, elektron kitabları görən yeni nəsil üçün də hər hansı texnoloji vasitənin düymələri, funksiyaları o qədər doğmadır, dəyərlidir. Bugünkü dünyada insanın reallıq hissi, dünyaya baxışı fasiləsiz şəkildə sosial şəbəkədəki linklər vasitəsilə parçalanır, başqa-başqa ünvanlara yönləndirilir. Bu, mərkəzi olmayan dünyadır. Belə bir dünyanı ifadə etmək üçün yeni eksperimentlərə ehtiyac var. Insta romandan başqa, Insta şeir anlayışı da son illərdə populyarlıq qazanmaqdadır. Artıq sosial şəbəkələrdə dövrün reallığına uyğun olaraq yeni dövrdə doğulan şairlər də şeirin yeni təqdim etmə formalarını axtarırlar. Onlar artıq hər şeiri həmin şeirin məzmununa uyğun olan bir fotonun, şəklin müşayiəti ilə paylaşırlar. Bunlar çox vaxt elə o şairin öz çəkdikləri fotolar, rəsmlər olur. Bunlardan ən məşhuru Rupi Kaurdur. Hindistan əsilli Kanadalı şair və illüstrator olan Kaur qısa Insta şeirləri ilə bütün dünyada məşhurlaşdı. İlk kitabı Süd və Bal isə 3 milyon nüsxə satıldı. Tədqiqatçılar Insta şeir, Insta roman kimi anlayışları birmənalı qarşılamırlar. Bəziləri bunu elit ilə xəlqi arasındakı sərhəddin götürülməsi kimi alqışlayır. Bəziləri isə əksinə, bunu sənətin ucuzlaşması sayır. Həmişə olduğu kimi, sevib-sevməmək ayrı məsələdir. Dəyişən dünyanın reallığını dərk etmək isə ayrı məsələdir.